Prezidentdən İranla bağlı mühüm qərar. Azərbaycanın Tehrandakı səfirliyinin eyni zamanda Təbrizdəki baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verilib. Global Info AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının baş nazirinin müavini, Xarici İşlər Naziri Mikhail Popşo ilə birgə mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verilib. Bu, həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə iş aparılır, müvafiq tapşırıqlar verilib. Həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluğun heyətinin təxliyəsi üçün tapşırıqlar verilib. Hazırda bu tapşırıqlar icra səviyyəsindədir. Hadisələrin inkişafının bu fonunda biz insanlarımızın həyatını risk altına ata bilmərik. Bundan sonra proseslər diqqətlə izləniləcək. Dron hücumları ilə bağlı İran tərəfdən aparılan araşdırmanın nəticəsini gözləyəcəyik və onun nəticəsindən asılı olaraq növbəti addımlar atılacaq, qərarlar veriləcək, Ceyhun Bayramov qeyd edib. Azərbaycan İrandan diplomatik heyətini çıxarır. Global Info AZ xəbər verir ki, bunu Azərbaycanın HN rəhbəri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Prezident İlham Əliyev İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verib. Bu proses həm Tehrandakı səfirlik, həm də Təbrizdəki konsulluğa şamildir. Hazırda bu istiqamətdə iş aparılır. İran 4 PAVO ilə Naxçıvana hücum edir. Niyə yalnız biri vurulur? 5 martda İranın Naxçıvana 4 PAVO ilə hücum etdiyi barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaydı. Rəsmi məlumatda bildirilirdi ki, İranın 4 dronundan biri vurulub, 3-ü isə Naxçıvanın mülki infrastrukturuna düşüb. Axar AZ xəbər verir ki, İranın 4 PUASından cəmi birinin vurulması suallar yaradıb. MİNİN açıqlamasına qədər İranın 2 PAVO ilə hücum etdiyi, birinin Naxçıvan aeroportuna, digərinin isə orta məktəb yaxınlığına düşdüyü bildirilirdi. Digər tərəfdən, əmən hücum edən PUAVların növü haqda da bilgi verməyib. Ancaq Sepah'a yaxın Telegram kanalları E2 ədəd Araş-2 PUASı ilə hücum edildiyini yazmışdı. Araş-2 2020-ci ildən İran ordusunun arsenalına daxil edilib, uzaq mənzilli bir tərəfli hücum pilotsuz təyyarəsidir. 2000 km zərbə mənzilinə malikdir və 150 kg döyüş başlığı daşıyır. Təkmilləşmiş drondur və dağıdıcı gücü də az deyil. Uzaq mənzilli PUAnın Azərbaycan sərhədi istiqamətində hərəkəti əlbəttə ki, əvvəlcədən təsbit edilmişdi. Bəs, niyə Azərbaycanın HHM sistemləri yalnız birini vura bilib? 1. Böyük ehtimalla təsbit edilən obyektlərin Azərbaycan sərhədi yaxınlığında uçması hazırda İranda müharibə səbəbindən normal qarşılanıb. 2. PUAVların Azərbaycan sərhədini qısa müddətli keçməsinə görə dərhal hərəkətə keçilməsi və vurulması haqda komandanlığın əvvəlcədən qərarı olmayıb. Bu, qısa müddətli və təsadüfi sərhəd pozuntusu da sayıla bilər ki, bu zaman PUAnın vurulması İran tərəfindən düşmənçilik kimi qəbul olunardı. Təsadüfi deyil ki, İran Körfəz ölkələrini həm də İsrailə uçan raketlərini zərərsizləşdirdiyi üçün hədəf seçib. 3. Naxçıvan Beynəlxalq Hava Limanı Arazın sahilindədir. Araz çayı ilə məsafə cəmi bir neçə kilometrdir. PUAVların Azərbaycan sərhədini pozması qeydə alınanda onların hələ hücum etdiyi bəlli deyildi. Yəni İran PUAVları sərhədimizə daxil olmuşdular. Bu, sərhəd pozma da ola bilərdi. Belə çıxır ki, İran PUAVları sərhədi keçən kimi zərbə endirib. 4. İranın 2 PUASının zərbə endirdiyi şahidlər tərəfindən qeydə alınıb, bu görüntülər hər yerdədir, amma 3-cü və vurulan 4-cü PUAnın görüntüsü yoxdur. Beləliklə, versiya budur, İran PUAVlarının sərhədimizə doğru hərəkəti qeydə alınır, ancaq onların təsadüfən sərhədi pozduğu tərəddüdü yaranır, çünki İranın Azərbaycana hücum üçün heç bir səbəbi yoxdur. PUAVların sərhədi keçən kimi hücum etdiyi müşahidə olunduğu üçün növbəti PAVO məhv edilir. Mümkündür ki, 4-cü PUAnın ümumiyyətlə sərhədi pozmasına imkan verilməyib, ona görə də sakinlər onu qeydə ala bilməyib. Artıq Azərbaycan ordusuna tapşırıq verilib və səfərbərlik vəziyyəti elan edilib. İndi sərhədimizə yaxınlaşan uçan obyektin dərhal məhvi qaçılmazdır.